Hər vaxtınız xeyir olsun. Bugün biz 19 aprel buraxılış məzun suallarına baxırıq. Choose the correct option. Düzgün variantı, düzgün seçimi istəyir bizdən. Nick is always ready to help. Yəni bura baxanda, cümləyə baxanda görürük ki, həmişə kömək edir. Yəni kömək etməyə hazır olan bir insandır. Nick həmişə kömək etməyə hazırdır. Deməli, biz burada cümləni elə bir tamamlamalıyıq ki, yəni bu variantlar uyğun gəlsin. Təbii, bu kömək etməyi xoşlayırsa, yaxşı bir insandır. Ona görə də biz pozitiv xüsusiyyətləri seçməliyik. Baxırıq ki, birinci generousdır. O nə deməkdir? Səxavətli deməkdir. Bəli, müsbət bir xüsusiyyətdir. Ona görə bunu götürürük. İkinci greedy yazılıb. O tamahkar, acgöz deməkdir. Xeyr, kömək edən insan tamahkar, acgöz ola bilməz. Üçüncü isə disrespectful, hörmətsiz deməkdir. Ona görə bu da mənfi xüsusiyyətdir və nəhayət kind, mehriban deməkdir ki, deməli 1 və 4 doğru cavabdır. Ona görə də C variantını götürəcəyik. Növbəti testlərin izahında görüşənədək sağ olun.